Deyirəm ki, dükandan çox dükan var. Bu da ki də eşşəklər də, kaksikdə öz ambulasında da. Yəni, örgəşə bilmədik də biz ki, o siqnaldan istifadə eləməyək. Neysə, söhbət ondan getmir. Deyir, dükandan çox dükan var. Amma ki, mən nə üçünsə bax, çox vaxtı gəlirəm bu space ilə üzbəüz olan Araza. Bax, onu görürsünüz, bax, bu arxa tərəfdə. Onun da səbəbi var. Çünki vaxtı ikən axı bura bizim əziz Şüşəli bazarımız olub. O qədər xatirələrimiz var bu yerlə ki. Düz elə bax, girəcəyində bunun o vaxtı dayanıb dağlı çörəyi satardılar. Həmçində içəridə də satardılar. Deyəsən, səhv eləmirəmsə, ya sağ idi, ya sol idi. Solda da ki, həmçin bir dənə gül dükanı da var idi burada. İndi bax, həmən o Arazın lap axırındayım. İndi burada çörək şöbəsidir. Amma buranın axırında o vaxtı Malakan xanımlar var idi. Belə dəhşət dərəcədə ləzzətli o Malakan kələmi, cürəbəcür şorbalar satırdılar. Belə şorabalar. Hələ bura gələndə adamın, necə deyərlər, başı çartlayırdı. O vaxt ki, oranın iyinlər yadınızdadır. Bax, həmən baba bu yerdəydi. Ümumiyyətlə, mən sizə bir söz deyim. Mən indi dükanınızda gələndə, bax onu, həmişə çalışıram oğlumu özümlə götürməyə. Onu köynələr yaxşı bilər də. Yəni, bax, bir məsləhət. Həmişə uşağı özünüzlə aparın bazara, dükana, usta yanına. Qoy uşaq hələ bu yaşdan alışsın ki, yəni həyat tək ondan ibarət deyil ki, hər şeyi hazır götürüb qoyacaqlar adamın ağzının içinə ki, gələ, çeynə ud. Bəzi hallarda isə elə mamalar var ki, uşaqları elə böyüdür ki, həmçində onların yerinə elə çeynəyir də qoyur ağzında ki, utsun. Bu qədər qəlbdən qəlbə.